Bizim bugünkü mövzumuz kartoqrafik təsvir vasitələri olacaq. Kartoqrafik təsvir vasitələrinə aiddir plan, xəritə və qlobus. Bizim bugünkü mövzumuz plana həsr olunub. Bura daxildir miqyas məsələləri, azimut, horizontal, paletka məsələləri, meyillik məsələləri. Daha çox mövzu kimi görünsə də, amma bu elə də böyük mövzu deyil. Çünki çoxsu məsələ üzərində qurulub, misallar üzərindən gedəcəyik. Xəritə və qlobusu isə bir keçəcəyik, o ayrı dərs. Deməli, kartoqrafik təsvir vasitələri plan, xəritə və qlobus oldu. Bunlar üçün hər üçünün bir ortaq cəhəti var. Bu ortaq cəhət kiçildilmiş, ümumiləşdirilmiş və şərti işarələrlə təsviridir. Yəni həm plan, həm xəritə, həm də qlobusu üçünü də kiçildirlər, üçünü də ümumiləşdirirlər. Çünki ümumiləşdirmə olmasa, onda yer kürəsindəki bütün obyektləri gələ biz təsvir eləyək. Bu da mümkün deyil. Əsas obyektləri təsvir edirlər, əhəmiyyətsiz obyektləri çıxarırlar. Deməli və şərti işarələrlə təsvirdir. Çünki hər bir obyektin özünün şərti işarələri olur. Onu da üçündə də təsvir eləyirlər. Deməli, plan, xəritə, qlobusun hər üçü üçün ortaq cəhət miqyasın olmasıdır, şərti işarələrin və generalizasiyanın olmasıdır. Deməli, başladıq plandan. Deməli, yer səthinin yuxarıdan kiçildilmiş şərti işarələrlə təsvirinə plan deyirlər. Kiçildilmə varsa artıq biz buna nə deyəcəyik? Deməli, bu miqyaslıdır. Çünki kiçildilmə miqyası ifadə edir, bunu gələcəyik. Deməli, planda miqyas 1 bölünsün 10.000-dən böyük olur. Yəni, ola bilər 9.000, 8.000, 7.000, 6.000 və s. Bir də var topoqrafik plan. Bu topoqrafik plan nədir? 1 bölünsün 2000 və ondan daha böyük olan deməli plana deyirlər topoqrafik plan. Yəni bu da plandır. Planın içində bir belə deyək, xüsusi bir bölmədir. Deməli planın miqyası 1 bölünsün 10.000-dən böyük olur. İndi miqyas nədir? Biz ona gələcəyik. Meridian və paralellər çəkilmir. Yerin əyriliyi nəzərə deməli alınmır, gördüyünüz kimi. Koordinatları müəyyən etmək olmur. Çünki o qədər kiçik ərazidir ki, burada heç koordinatı müəyyən etmək, belə deyək, mümkün də deyil. Yəni plana görə cəhətləri oxlar arasında müəyyən etmək olur. Yəni planın yuxarı hissəsində ox olur və oxun şimal hissəsi, yəni oxun yuxarı hissəsi şimalı bildirir, aşağı hissəsi cənubu bildirir. Buradan bilmək olar. Nisbə mütləq hündürlüyü müəyyən etmək olur. Yamacın istiqaməti, bu da horizontala əsasən, çay şəbəkəsinin sıxlığını da horizontallara əsasən, bitki örtüyünə əsasən, relyefə əsasən müəyyən etmək olar. Əgər məsələn hündür yerdirsə, deməli və orada müəyyən bitki örtüyü varsa, biz oradan müəyyən nəticəyə gələ bilərik ki, burada çay şəbəkəsi sıx ola bilər. Deməli, bu plan oldu, 10.000-dən böyüdü və topoqrafik plan isə 1 bölünsün 2.000-dən böyüdü. Meridian paralel dediyi çəkilmir, yerin əyriliyi nəzərə alınmır, koordinatları müəyyən etmək olmur, cəhətləri oxlar arasında müəyyən etmək olur, nisbə mütləq hündürlüyü müəyyən etmək olur. Ümumiyyətlə kartoqrafik təsvirlərdə müəyyən rəqəmlər gördünüzsə relyefin üzərində, bilin ki, bu mütləq hündürlükdür. Yəni, məsələn, Tian Shan dağının və yaxud da məsəl üçün deyirik, indi xəritə olsun, plan olsun, fərqi yoxdur. Relyefi ifadə edən hər hansı bir obyektin üzərində bir rəqəm görsəniz, bilin ki, bu nədir? Mütləq hündürlüyü ifadə edir. Yəni, bu mütləq hündürlüydür. Nisbi hündürlüyü necə müəyyən eləmək olar? Nisbi hündürlüyü iki hündürlüyü arasındakı fərqdir. Bu da vizual olaraq hesablamaq olar. Yamacın istiqamətini müəyyən etmək olur. Çay şəbəkəsinin sıxlığını müəyyən etmək olur dedik. İndi davam edirik. Planın tərtib edilmə ardıcıllığı belədir. Məhəllin planı. Yəni məhəllin deyəndə sanki məhəll bizə köhnə söz kimi gəlir. Çünki indi istifadə olunmur o. Yəni ərazinin planı alınması, çölün planı alınması və s. Yəni bu məhəll sözü biraz köhnəlib sanki. Deməli, məhəllin ölçülərinin və sahəsinin təyin edilməsi, yəni hansı bir ərazini, hansı kəndin planın tərtib eləyəcəksə, əvvəlcə o kəndin həqiqi sahəsi müəyyən olunmalıdır. Ondan sonra o kəndi biz hansı təsvirə, yəni hansı kağıza yerləşdirəcəksə, həmin o kağızın sahəsi müəyyən olmalıdır. Ondan sonra həqiqi sahəni bölməli, yəni kəndin həqiqi sahəsini bölməli, həmin o kağızın sahəsinə nə tapılmalıdır? Miqyas. Üçüncü gördüyünüz kimi miqyas. Ondan sonra sadə alətlər, teodalit, yəni mürəkkəb də ola bilər, sadə ola bilər. Burada ümumiyyətlə ümumi yazıb. Teodalit, bussol, metr, menzula, kimin nəyi var? Götürür, gedir kəndə. Və həmin ərazinin, yəni kəndin
başlayır giriş, çıxış, marketlər, məktəb, cığır, nə bilim su quyusu, nə varsa hamısını qeydə alır. Əlbəttə ki, kənd cəmaatının icazəsi ilə şərti işarələrdən istifadə etməklə məhəllin planı tərtib edilir. Yəni həmin o məktəbin işarəsi nədirsə, həmin orada məktəbin işarəsi qoyulma. Yəni məktəb şəkli yox, özünün işarəsi. Yəni ardıcıllıq budur. Bu da sadə oldu. Deməli məhəllin ölçülərinin müəyyən olunması, planşetin ölçülərinin müəyyən olunması, miqyas hesablandı, sadə alətlərlə məhəllin planı alındı və deməli şərti işarələrdən istifadə etməklə artıq plan tərtib oldu. Deməli planı alma özü iki yerə bölünür. Havadan və yerüstü. Havadan plan almaya biz birinci mövzuda dedik ki, buna zondlama da deyirlər. Yəni dronlarla, aerokosmik də ola bilər orada. Sonra təyyarələrlə, peyklərlə bu havadan plan almadır. Yerüstü planlama isə iki yerə bölünür. Dəqiq plan alma, gözəyarı plan alma. Dəqiq plan alma mürəkkəb alətlərlə olur. Gözəyarı plan alma sadə alətlərlə olur. Gözəyarı da iki yerə bölünür. Qütb bir nöqtədən aparılır, marşrut bir neçə nöqtədən aparılır. Deməli planlama iki yerə bölündü. Havadan yerüstü, havadan bildiyi, yerüstü iki yerə bölündü. Dəqiq gözəyarı, dəqiq planlama mürəkkəb alətlərlə, gözəyarı sadə alətlərlə, gözəyarı özü də iki yerə bölündü. Qütb bir nöqtədən aparılır, marşrut bir neçə nöqtədən. İndi burada qütb planlamasını gördüyünüz kimi dərslikdən bir nöqtədə durub plana alınır. Marşrut isə bir neçə əraziləri tədqiq edir. Yəni marşrut üzrə. Bu da asan bir şeydir. İndi gəldik miqyas və ona aid hesablamalar. Miqyas ümumiyyətlə nə deməkdir? Çox sadə bir anlayışdır əslində miqyas. Deməli təsəvvür eləyin ki, tutaq ki, Bakı və Astara arasında 250 kilometr məsafə var normalda. Təxmini də belə 250 kilometr məsafə var. Xəritə üzərində o fərz eləyək ki, 10 sm göstərilib. İndi biz burada miqyası necə tapaq? Əslində burada miqyas artıq xəritədirsə hesablanıb. Yəni nə deməkdir? 250 kilometr, yəni həqiqi məsafə xəritədəki məsafəyə bölünməlidir. Yəni bu bölünmə miqyas kiçilmə nisbətin göstərir. Neçə dəfə kiçildiyini göstərir. Bu qədər sadə. Yəni həqiqi əgər 250-dirsə, 250 kilometrdirsə, gəlib olub 10 sm olubsa, indi bu bizə maraqlıdır da bu neçə dəfə kiçilib. Onu da necə tapırlar? 250-ni bölürlər 10-a. Və biz kilometri, baxın, burada kilometri santimetrə böldüyümüz üçün alınan ədədin də arxasına nə etməliyik? 5 dənə də 0 əlavə eləməliyik. Çünki biz normalda kilometri santimetrə bölmə olmur axı. Deməli biz burada nə etməliyik? Əslində 250-ni kilometrdirsə 1, 2, 3, 4, 5 dənə 0 əlavə eləyirik. Daha doğrusu biri çox oldu. 5 dənə 0 əlavə elədik. Yəni 250 kilometri biz santimetrə çevirmək. Yəni kilometri santimetrə necə bölmək olar? Onu elə bölmək olar. Ya buradan 250-ni 10-a bölüb arxasına 5 dənə 0, ya da ki elə bəri başdan 250 kilometri santimetrə çevir. Yəni 250 arxasına 5 dənə 1, 2, 3, 4, 5. Bu heç bu çox oldu. Onu da bölürəm 10-a. Buradan birbaşa miqyas, yəni kiçilmə alınır. Yəni siz izah eləyəndə məktəbdə, sinifdə uşağın biri birdən durar ki, mənim sizin nə ixtiyarınız var ki, nisbətin arxasına 5 dənə 0 əlavə. Axı burada riyaziyyatda belə bir şey yoxdur. Yəni sən bura əlavə eləyirsənsə, hər tərəfə əlavə eləməlisən də kəsirdə. Siz də ona deyirsiniz ki, biz sizin işinizi asanlaşdırırıq. Yəni 250 kilometri biz ona bölüb asanlıqla arxasına 5 dənə 0 əlavə elə. Yəni və yaxud da ki 250 kilometrin arxasına 5 dənə 0 əlavə elə, santimetrə çevrilsin, ondan sonra ona böl. Yəni bu miqyasın mənasıdır. Bir sözlə buna görə çox uzatdıq. 3 yerə bölünür. Ədədi miqyas, izahlı və qrafik miqyas. Ədədi miqyas bizim bildiyimiz budur. Məsələn 1 bölünsün tutaq ki 100.000, 200.000, bax belə. Bu xəritədəki deməli bu forma 1 bölünsün xəritədəki məsafəni göstərir. Yəni xəritədə 1 sm həqiqətdə 25.000 sm bildirir. Yəni 1 sm deməli həqiqətdəki, yəni xəritədəki 1 sm əslində 25.000 sm-dir. Yəni həqiqətdə. İzahlı miqyas da budur ki, biz bunu nə edirik? Müəyyən bir formaya çevirir. Məsələn 5 dənə 0 silirik, kilometr olur. 2 dənə 0 silirik, metr olur. Bu belə. Bu da izahlı miqyasdır. Məsələn buradan tutaq ki, baxın.
Burada 100 mindir. 5-dən 0 siləndə 1, 2, 3, 4, 5. Qalır 1 santimetrdə 1 kilometr. Bu da nədir? Ədədi miqyas olur. Grafiki miqyas da budur. Grafikin üzərində təsvir olunur. Deməli, buradan 0 yazılır. Əgər məsələn 1 bölünsün, tutaq ki 5-dən 0 silmişik, 4 qalıbsa, 0-ı buradan yazırıq. 4, 8, 12, 16 burada da kilometr yazılır. Əslində bunların da müəyyən ölçüləri var. Bunlar da müəyyən santimetrlə olmalıdır da bu qədər dərinliyə getmirik. Çünki bizə bu lazım deyil əslində. Deməli, miqyas oldu həqiqi ölçülərin xəritədəki ölçülərə olan nisbəti. Əgər biz kilometri santimetrə bölürüksə nə edirik? 5-dən 0 əlavə edirik. Metri bölürüksə və yaxud da metrə çevirmək istəyiriksə 2-dən 0 əlavə edirik. İndi burada həqiqi məsafəni tapmaq üçün yazıb ki, miqyas 1 bölünsün 300 min olan xəritədə A və B nöqtələri arasında 4 sm məsafə var. Həqiqi məsafəni tapın. Deməli 300 mindir. Bu nə deməkdir? 300 min deməli həqiqətdə 1 santimetr, yəni daha doğrusu xəritədəki 1 santimetr və yaxud da planda demək olar. Plan yox, xəritədə demək, çünki bu boyda plan olmur. Xəritədə 1 santimetr, həqiqətdə 3 kilometrdir. İndi 1 santimetr 3 kilometrdirsə, 4 santimetr neçə kilometr olar? Yəni bir sözlə 5-dən 0 silib 3-ü vururam 4-ə. Yəni yenə deyirəm, bunun mənasını anlamaq lazımdır ki, əgər həqiqətdə 1 santimetr, yəni xəritədə 1 santimetr, həqiqətdə 3 kilometrdirsə, bəs məsələn xəritə ilə 1 santimetrlə bir deyil ki, ola bilər ki, iki məntəqə arasındakı xəritədə məsafə 4 santimetrdir. Deyir ki, bu 4 santimetr həqiqətdə neçə kilometrdir? Biz də bunun birim bilirik də, 1 santimetri 3 kilometrdir. Bəs 4 santimetr nə qədər? 3 vur 4, 12. Bu məlum. İndi miqyası tapmaq üçün, miqyası tapmaq lap asandır. Bayaqki Bakı-Astara misalında eyni, yəni həqiqi ölçüləri xəritədəki ölçülərə bölməklə tapılır. Yəni bir sözlə burada A və B məntəqə 8 sm, həqiqi isə 2 kilometr olarsa, miqyası təyin edin. Məsələn, bu cür misallarda yaxşı olar ki, 2-ni 8-ə bölməkdənsə, düzdür, bölmək olar. Amma siz elə bu 2-nin arxasına 5-dən 0 əlavə eləyin ki, yəni bu santimetrə çevirirsin, sonra da bunu da bölün 8 santimetrə, rahatlıqla 25 min olduğu alınsın. Yəni bir sözlə miqyası tapmaq üçün həqiqi ölçülər xəritədəki ölçülərə bölünməlidir. Xəritə məsafəsini tapmaq üçün həqiqi məsafə bölünsün miqyası. Yəni xəritədəki məsafəni tapmaq üçün nə etmək lazımdır? Məsələn, burada misal var. Həqiqi məsafə 12 kilometr, miqyas da bu qədərdir. İndi nə etmək lazımdır? Miqyasın, baxın, xəritədəki 1 santimetr həqiqətdə 6 kilometrdirsə, indi xəritə məsafəsini necə tapmaq olar? Əlbəttə ki, yazırıq 1 santimetrdə 6 kilometr, neçə santimetrdə 12. Yəni bunun birinə, yəni 1 santimetrdə 6 kilometr düşüb. Bəs nə qədər santimetrə 12 kilometr düşər? Yəni bir sözlə xəritə məsafəsini tapanda, həqiqi məsafəni miqyasın kəmiyyətinə bölmək lazımdır. Bu da olur 2. İndi miqyasda sahə eyni o cürdür. Sadəcə olaraq burada kvadrata yüksəldilmələr var. Məsələn, gölün miqyası 1 bölünsün 400 min, xəritədəki sahəsi 9 santimetrdir. Həqiqi sahəsini hesablayın. İndi biz burada normalda nə edirdik? Normalda 5-dən 0 silib 9-a vurmalıydıq. Əgər məsafə olsaydı. Amma burada sahə olduğuna görə 5-dən 0 silib kvadrata yüksəldib 9-a vururuq. Yəni 4'ün kvadratı vurulsun 9, 149, 144 daha doğrusu. Gölün həqiqi sahəsi 448, xəritədəki 7 sm miqyas tapın. Miqyasdakı bu lap asan dediyimiz kimi həqiqi ölçüləri xəritədəki ölçülərə bölmək lazımdır. Burada da həqiqi ölçüləri sahə olduğuna görə kök altında bölürük. Adətən elə ədədlər olur ki, kök çıxır. Yəni kök çıxmayan ədədlər qoyulmur. Deməli, həqiqi sahə 448, xəritədəki 7-dirsə, 448-i kök altına 7-yə böləndə 60-dır, ondan 8 çıxır, arxasına 5-dən 0 əlavə edirəm. Xəritə sahəsini tapmaq üçün isə həqiqi sahəni bölürəm miqyasın kvadratına. Bayaq necə, baxın burada xəritə məsafəsini necə tapdıq? Həqiqini bölürdük miqyasa, tapırdıq. Burada isə həqiqini bölürəm miqyasın kvadratına. Yəni gölün həqiqi sahəsi 98, miqyas bu olarsa
98-ni indirəm, bölürəm, 5-0-2 qalır 2-nin kvadratına. Bu da olur 24/5. Bəli, bu asan. İndi biz bu deməli slaydda xəritənin miqyasın dəyişməyi ilə ərazilərin dəyişməsini göstərəcəyik. Bu xəritə bölməsində də var. Buna xəritə dərsinin ilk slaydı bundandır. Burada da izah eləyirik. Nə qədər təkrar olunsa, o qədər sizin beyniniz həmin informasiyanı qəbul eləyər. Əgər siz bir informasiyanı çoxlu sayda çoxlu düşünürsünüzsə, təkrar eləyirsinizsə, artıq beyin o informasiyanı həyati əhəmiyyətli bir bilgi olaraq qəbul eləyir və o alt şuura keçmir, yəni üst şuurda qalır. Əgər diqqətsizsinizsə, oxuyandan sonra heç düşünmürsünüzsə bu barədə, artıq beyin onu artıq informasiya kimi qəbul edir, göndərir alt şuura. Siz də deyirsiniz ki, yaddaşım yoxdur. Yaddaşım yoxdur, yox, diqqətim yoxdur desəniz daha gözəl olar. İndi burada gördüyünüz kimi baxın. Burada Xəzər dənizi göstərilib. Birisi sahəsi təxminən 377.000 kvadrat kilometrdir və Xəzərin ətrafında belə Qara dəniz, nə bilim İran körfəzinə qədər ərazilər var. Ondan sonra Xəzər bu formaya düşüb, sonra belə olub. İndi sizcə buradan bura miqyas böyüyüb yoxsa kiçilib? Məntiqlə. Buradan bura sizcə miqyas böyüyüb yoxsa kiçilib? Əlbəttə ki, nə edib? Böyüyüb. Yəni bu istiqamətində, baxın bu istiqamətində miqyas böyüyüb. Ona görə ki, niyə? Səbəbini deyirəm. Məsələn, fərz eləyək ki, 1 bölünsün, tutaq ki, 1 milyon miqyaslı xəritədir, 1 milyon. Burada Xəzər dənizi bu formada göstərilir. Bu isə olacaq 1 bölünsün, tutaq ki, 800 min, yəni daha böyük ədəd. Burada da olacaq 1 bölünsün, 500 min olsun. 300 min olsun. 300 min. İndi bu istiqamətdə miqyasın, yəni 1 milyon, 800 min və 300 min miqyasın böyüməsi ilə təsvir də bizə daha yaxınlaşır. Niyə? Ona görə ki, bax bu birinci xəritədəki ərazi daha böyük ərazidir. Baxın, görün nə boyda ərazidir. Amma burada balaca. Bu böyük ərazini biz xəritəyə çevirmək üçün, keçirmək üçün nə etməliyik? Daha çox kiçilməli yoxsa az kiçilməliyik? Yəni böyük bir ərazini A4 vərəqinə keçirmək üçün nə etməliyik? Məcburuq ki, bu böyük ərazini daha çox kiçildək. Çünki sahəsi böyükdür axı. Daha çox kiçildiyimiz üçün isə onun miqyası da daha kiçik olmalıdır. Məsələn, təsəvvür eləyin ki, bir Azərbaycan, bir də Afrika. Eyni bir vərəqə təsvir eləyirsiniz A4 vərəqinə. Azərbaycanı da o A4 vərəqini təsvir eləməlisiniz, Afrikanı da. Yəni ölçülər eyni olan bir kağıza təsvir eləməlisiniz. İndi məntiqlə bu təsvirdə Azərbaycanı çox kiçilməlisiniz yoxsa Afrikanı? Əlbəttə ki, Afrikanı çox kiçilməlisiniz. Afrikanı da çox kiçilmək nə deməkdir? Yəni daha kiçik miqyas anlamına gəlir. Deməli, buradan belə bir nəticə aldıq ki, həqiqi ölçüsü və ya məsafəsi böyük olan obyektləri, həqiqi ölçüsü kiçik olan obyektlərə nəzərən bunların miqyası daha kiçik olur. Yəni, Afrikanın ölçüsü böyüdür, Azərbaycan ölçüsü kiçikdir. Afrikanın Azərbaycan xəritəsi təsvir olunanda Afrikanın miqyası nə olacaq? Daha kiçik miqyaslı olacaq. Çünki Afrika daha böyükdür, onu məcburuq ki, neyək? Daha çox kiçildək. Yəni bu misalda da bundan idi. Yəni gördüyünüz bax bu ərazi, məsələn baxın, bu ərazi daha böyükdür. Böyükdürsə bu ərazi daha kiçikdir. Bu ərazi daha böyükdürsə bunu daha kiçik miqyaslı xəritə ilə təsvir olunur. Getdikcə yəni bu istiqamətdə miqyas böyüyür. Məsələn bir dənə də misal çəkim. Tutaq ki 2 dənə xəritə sizin qarşınızdadır. Biri Xocavəndin xəritəsi, biri də ki məsələn Rusiyanın xəritəsi. Bunlar əgər eyni boyda bir kağıza təsvir olunubsa, həm Xocavənd, həm Rusiya eyni boyda təsvir olunubsa, hansının miqyası daha kiçik olar? Bir qədər fasilədən sonra, bəli, əlbəttə tamamilə doğru tapdınız. Xocavəndlə Rusiyanın əgər ölçüsü eyni olan bir kağızda təsvir olunubsa, Rusiyanın miqyası daha kiçik miqyaslı olacaq. Çünki Rusiya daha çox kiçilmiş olur. Xocavəndə baxanda dəfələrlə
böyükdür. Bunun əksi də doğrudur. Yəni Xocavəndin xəritəsi miqyası daha böyük olacaq. İndi davam edirik. Gəldik çıxdıq miqyasın kəmiyyəti adında çox vacib bir bölməyə. Məsələn, baxın, burada 1 bölünsün. Tutaq ki, 400.000. 400.000. Bu miqyasdır. Bəs miqyasın kəmiyyəti nədir? Məsələn, 5-dən 0 siləndən sonra nə qalır? 1 santimetrdə 4 kilometr qalır. Baxın, bu 4 kilometr miqyasın kəmiyyətidir. Bax, bu izahlı miqyas deyirik. Bax, həmin o izahlı miqyasda 1-dən sonra 5-dən 0 siləndə və yaxud da 2-dən 0 siləndə qalan ədəddir miqyasın kəmiyyəti. İndi burada məsələn miqyasın kəmiyyəti tutaq ki, böyüyür. Baxın, miqyasın kəmiyyəti 4 kilometr, 60, 100, 200 artdı. Deməli, miqyasın kəmiyyəti artanda bunların arxasına 5-dən 0-a 1 bölünsün yazır axı. Baxın, bu miqyasın kəmiyyətidir 1, miqyasın kəmiyyəti 4 kilometr. Oldu, baxın, 400.000. 60, 600.000 məsəl üçün. Və yaxud da 600.000. Yox, 6 milyon. Deməli, 4 kilometrin arxasına 5-dən 0 əlavə eləyəndə 400.000, 60 kilometr əlavə olanda oldu 6 milyon. İndi fikir verin, hansı daha kiçik miqyaslıdır? Kəmiyyət baxımından 4 ilə 60-ın əlbəttə ki 60 daha böyükdür. Amma miqyasa çevriləndə 60 daha kiçik miqyaslı olur. Çünki onun biz arxasına 1 bölünsün yazıb 5-dən də 0 əlavə edirik. Artıq 1 yazılıbsa, bunun birdən sonra nə qədər çox ədəd varsa, o qədər miqyas kiçikdir. Deməli, miqyasın kəmiyyətinin artması ilə nə baş verir? Miqyas kiçilir. Ona görə ki, miqyasın kəmiyyəti bildiyimiz normal bir ədəddir, artır 4, 60, 100 və 200. Biz onun 1 bölünsün yazıb, sonra da 5-dən 0 əlavə ediriksə, artıq böyük kəmiyyət neyinir? Kiçik miqyasa çevrilir. Yəni, bir sözlə miqyasın kəmiyyəti ilə miqyas arasında tərs mütənasib əlaqə var. Biri artır, yəni kəmiyyət artır, miqyas kiçilir. Məsələn, burada belə bir məsələ var. Ölçüləri 2.5 kilometr və 2.5 kilometr olan ərazini 1 bölünsün 5000 miqyasda tərtib etmək üçün planşetin ölçüləri nə qədər olmalıdır? Deməli, bizim məntiqlə bayaq dedik ki, əgər məsələn bu bir ərazidirsə, həqiqi ərazi, bu da olsun xəritədəki ərazi. Bunun bir tərəfi 2.5 kilometrdir. Əgər bu 2.5 kilometr və miqyasda budur. Biz də bilirdik ki, əgər bunun bir tərəfi 2.5 kilometrdirsə, bunun bir tərəfini biz bilmirik. Amma kiçilməni bilirik. Yəni, nə qədər kiçilməyin bilirik. Ona görə də 2.5 kilometri 2500 kimi yazıram, metr kimi. Bu da kiçilmə nə qədərdir? Kiçilmə də ki, 2 metrdə 2-dən 0, 50. Yəni, bir sözlə 50 dəfə kiçilib bu. 50 dəfə. Yəni, bu 50 dəfə kiçilibsə, onda necə tapaq bunun ölçülərin? 2500 metri bölürəm 50-yə. Yəni, bir sözlə biz kiçilməni əgər biliriksə, bunun bir tərəfini biliriksə, axı miqyasda bunun sahəsini hesablamağa ehtiyac yoxdur. 2.5-i vur 2.5-ə, nə bilim, onu da böl bunun kvadratı. Bu uzun söhbətdir. Çünki niyə? Onsuz da miqyas bunun tərəfləri nisbətindən də müəyyən oluna bilər. Miqyas onsuz da verilib. 50 dəfə kiçilib. Yəni, nə 50 dəfə kiçilib? 2.5 kilometr, yəni 2500 metr 50 dəfə kiçilib. Yəni, kiçilmə nə deməkdir? Yəni, bu olub da, yəni buradakı. Ona görə də 2500-ü biz bölürük nəyə? Həmin bu kiçilməyə 50 tapılır. Bir sözlə bunun tərəfləri 50 santimetr imiş. Yəni, 50 vur 50. Cavab var. Çünki bunun bir tərəfi, əgər burası 50-dirsə, burası 50 olacaq. Əlbəttə ki, yəni bir tərəfini tapdıqsa, o bir tərəfini tapmağa ehtiyac yoxdur. Buna aid olan xeyli məsələlər olacaq. Planda şərti işarə. Deməli, planda 3 cür şərti işarə var. Konturlu, xətti və miqyassız. Konturlu şərti işarələr odur ki, biz obyektlərin həqiqi ölçü sahəsi, o şərti işarəyə görə biz həmin ərazinin, obyektin sahəsini hesablaya bilirik. Məsələn, göllər, meşələr, bağlar və s. Yəni, oradakı xəritədəki və ya plandakı obyektin şərti işarəsinə görə biz sahəsini hesablaya bilərik. Zolaq şəklində uzanan obyektlər xətti şərti işarələrdir.
Məsələn, yollar, kanallar və məhəldə aydın seçilən zavod, qüllələr, körpülər miqyassızdır. Yəni bunun yalnız yerini müəyyən etmək olar. Bir də qurun şərti işarələr var. Məsələn, qumluq, bataqlıq, çəmənlik, şoranlıq ki var. Bunlara qurun şərti işarələr deyirlər. Yəni bunların ümumi adı qurun şərti işarə. Bu da əlbəttə ki, konturlu şərti işarələrinin içindədir. Yəni ayrıca bir qrup kimi adlanır. Deməli nə? Qurun şərti işarələr. Davam edirik. İndi burada şərti işarələr var. Əlbəttə ki, bu hamısını burada deməyəcəyik. Məsələn, şəhər gördüyünüz kimi, baxın bu formada abadlaşdırılmış qurunt yolu, qarışıq meşə, bir dənə iynə, bir dənə enli, kənddir. Burada meyvə bağı var, torpaq yolu, taxta körpü var bu formada, çəmənlidir. Yəni bu videonu saxlayıb bunların hamısına diqqətlə baxın və əzbərləyin. Baxın, burada sonra yenə də var. Yəni bunların elədir ki, hamısı əzbərlənəsi şeylərdir. PDF-də də var. Baxın, bunların hamısını əzbərləmək lazımdır. İndi üfüqün cəhətlərinin təyini. Deməli, qədimdə insanlar üfüqün cəhətlərini təyin etmək üçün günəş ən etibarlı vasitə idi. Günəşin çıxması və batması günorta vaxtına görə onlar müəyyən edə bilərdilər. Bundan başqa qütb ulduzuna görə, baxın, qütb ulduzu, yəni Polaris dediyimiz yalnız şimal yarımkürəsində görünür. Deməli, kiçik ay bürcü, bir də böyük ay bürcü ən yuxarı hissəsində parlaq ulduz qütb ulduzudur. Yalnız şimal yarımkürəsində görünür. Olduğu enliyin dərəcə qiymətindən eyni olur. Məsələn, 40 dərəcə şimal enliyində 40 dərəcə bucaq altında görünür. Ekvatorda 0 bucaqla. Məsələn, şimal qütbünün düz yuxarısında görünür. Yəni 90 dərəcə bucaqla yerdən qütb ulduzuna qədər məsafə 434 işıq ilidir. Yəni qütb ulduzundan çıxan işıq bizə 434 ildən sonra gəlib çatır. Bu da azimut və üfüqün cəhətləridir. Deməli, şimal 0-360 dərəcə, cənub 180 dərəcə, şərq 90, qərb 270. Bir də aralıq cəhətlər var. Şimal-şərq 45, cənub-şərq 135, cənub-qərb 225, şimal-qərb 315. Bir də məsələn, şimalla şimal-şərqin arasında şimal-şimal-şərqdir. Yəni bu şimala yaxın olduğuna görə biz də deyirik şimal-şimal-şərq. Şərqlə şimal-şərqin arasında şərqə yaxın olduğuna görə deyirik şərq-şimal-şərq. Deməli, şimal-şimal-şərq şimala yaxın olanda deyilir. Yəni bir sözlə 0-dan 45-in arasında olanlara deyirlər şimal-şimal-şərq, 45 ilə 90 arasında olan şərq-şimal-şərq. O cümlədən də bunlar da belədir. Qalan hamısına özünüz baxa bilərsiniz. Deməli, burada məsələn şimala doğru istiqamət budur, cənuba doğru budur, şərqə, qərbə, şimal-şərqə. İndi sual, 45 ilə 0-ın arasındakı o aralıq azimuta nə deyirlər? Yəni şimal-şərqlə şimal arasında nə deyirlər? Şimal-şimal-şərq. Bəs 45 ilə 90 arasında nə deyirlər? Deyirlər şərq-şimal-şərq. Gördüyünüz kimi hamı bildi. Deməli, bu da ağacda olan mamıra görə, əgər mamır bu tərəfdə bitibsə, deməli bu şimal tərəfdir, bu tərəf isə cənub tərəfdir, şimal yarımkürəsindən gedir söhbət. Bu da asan bir şeydir. Relyefin təsviri horizontallar. Gəldi, çıxdıq bu mövzuya, horizontallar mövzusuna. Deməli, mütləq hündürlük var, bir də nisbi hündürlük var. Mütləq hündürlük dəniz səviyyəsindən ölçülən hündürlüyə deyirlər. Məsələn, bizim bildiyimiz bütün dağların hündürlüyü mütləq hündürlüyüdür. Qafqazdan tutmuş Alp dağları, Qafqaz, sonra Ant dağları, Karpat, bunların hamısı hündürlüyü nədir? Mütləq. Nisbi hündürlük isə iki hündürlük arasındakı məsafədir. Məsələn, Bazarcı zirvəsi ilə tutaq ki, 3500 metr məsafədə olan ərazi arasındakı məsafə nədir? Bazarcıdan çıxıram 3600-ü. Bu da belə. Deməli, nisbi hündürlük dağın ətəyi ilə zirvəsi arasında, mütləq hündürlük isə dəniz səviyyəsindən ölçülən hündürlüyə deyirlər. Və yaxud da nisbi hündürlüyə iki nöqtə arasındakı məsafə bu formada da demək olar. Deməli, burada horizontal nə deməkdir? Horizontallar relyefi təsvir eləmək üçün bir üsuldur. Yəni, eyni mütləq hündürlüyü birləşdirən əyri xətlərə horizontallar deyilir. Yəni, bunun üzərindəki bütün nöqtələrdə hündürlüklər eynidir. Bu horizontaldır. Və iki dənə horizontal arasındakı məsafə, yəni bu da sabit bir ədəd olmalıdır. İki horizontal arasındakı məsafə kəsmə yüksəkliyi adlanır. İki horizontal arasındakı məsafə kəsmə yüksəkliyi adlanır. Məsələn, burada baxın 50 metr, 50 metr, iki horizontal arasında məsafədir. Deməli, horizontal oldu.
dağların və yaxud da düzənliklərin, ovalıqların təsvirində istifadə olunan bir metod və yaxud da izohipslər və bu eyni mütləq hündürlüyə malik nöqtələri birləşdirən xəttlərə deyirlər. İki dənə horizontal arasındakı məsafə də nə adlandı? Kəsmə yüksəklik adlandı. Məsələn, bu kənar horizontaldır. Məsələn, ən kənardakı o horizontal. Məsələn, bu fərz eləyək ki, bir adadır. Fərz eləməklə adadır. Dənizin ortasında bir ada. Adanın bizə lazımdır xəritə üzərində təsviri. Biz necə eləyəcəyik? Ya götürək adanı yuxarıdan şəklini çəkək? Yox. Bizə lazımdır dəqiq bunun içində olan obyektlər, hamısını görmək lazımdır axı. Ona görə də bu adanı nə edirlər? Adanı horizontallara bölürlər. Ən yüksək zirvəsi məsələn 175 metrdir. Tutaq ki, müəyyən bir nöqtədən kəsmə hündürlüyü tutaq ki 50 metr olsun. Götürürlər 175 metr zirvəsi olan bir dağı məsəl üçün müəyyən bir 50 metrdən bir keçməklə horizontallara bölməyə. Baxın, hamısını bu 50 metrdən keçir. Bu formada bunu bir belə deyim tor kimi bir formaya salırlar. Məsəl üçün Lorentz. Ən axırıncı horizontal adlanır kənar, zirvəyə ən yaxın horizontal adlanır daxili horizontal. Yəni qalan hamısı horizontallar eyni sabit kəsmə hündürlüyə malik olmaqla bölünürlər. Buna deyirlər deməli daxili horizontal və kənar horizontal. İndi gəldik buna. Baxın, belə bir var. Tutaq ki, burada kəsmə hündürlüyü 10 metrdir, burada 25 metrdir. Əgər kəsmə hündürlüyü 10 metrdirsə, deməli bu hardasa balaca bir ərazidir. Çünki böyük ərazi olsa, əlbəttə ki, kəsmə hündürlüyü daha böyük olardı. Balaca ərazidirsə, biz buradan və o biri də 25 metrdirsə, bunları müqayisə edə bilərik ki, bu kəsmə hündürlüyü 10 metr olan ərazi balaca ərazidir, 25 metr olan ərazi böyük ərazidir. Balaca ərazidirsə, bunun miqyası da az olacaq. Böyük ərazi isə bayaq Afrika, Azərbaycan misalında. Əgər ərazi böyükdürsə, miqyası da kiçikdir ona baxanda. Deməli, bu kəsmə hündürlüyü nə qədər böyükdürsə, o həmin ərazi də böyükdür və miqyas da daha kiçik olacaq o birinə baxanda. Deməli, yamacın meyilliyi Berkştrik vasitəsilə müəyyən olunur. Berkştrik də nədir? Qapalı əyri xəttlərdir. Əyri xətt qapalı deməyək, belə bir xətt deyək də məsəl üçün. Məsələn, bu formada belə çəkilir. Buna deyirlər Berkştrik. Bu da Berkştrik bizə ərazinin dağ və ya çökəklik olduğunu bildirən bir xəttdir də horizontala çəkilir. İndi buna da gələcəyik. İndi davam eləyirik. Məsələn, burada fikir verin. Deməli, Berkştrik burada necə çəkilməlidir? Bu formada çəkilməlidir. Çünki əgər deməli, dağdırsa və ya təpədirsə, həmin bu Berkştrik horizontalın çölə doğru çəkilir. Əgər dərədirsə, içəriyə doğru çəkilir. Fikir verin. Berkştrik içəriyə doğru çəkilir. İndi, əgər dağdırsa, bu 9 sinif dərsində qeyd olunub, əgər dağdırsa və ya təpədirsə, deməli, ortada yazılan bu mütləq hündürlük 173.5. Kəsmə hündürlük isə, daha doğrusu horizontalın, digər horizontalın nömrələri isə aşağıdan başlayır nömrələnməyə. Məntiq ondan ibarətdir ki, əgər bu 173.5-dirsə və təpədirsə, onun aşağısındakılar balaca horizontal olmalıdır, mütləq hündürlük isə az olmalıdır. Azı da necə yazmalılar məntiqlə? 173-ün aşağısında. Çünki aşağıya doğru azalma aşağıya doğru olur axı. Yəni, məsələn, burada tutaq ki, bir şey yazaq. Tutaq ki, 1000 metrdir. Biz bunu necə azaldıq? 800, 700, 600 belə yazmalıyıq da. 1000-in yuxarısında yazmamalıyıq ki. Bu da məntiqlə ondan ibarətdir. Əgər, deməli, burada 173.5 verilibsə, digər təpədə horizontallar onun aşağısında yazılmalıdır. Dərədə isə yuxarısında. Çünki dərədə bu ən aşağı nöqtədir. Ən aşağı nöqtədirsə, artım bunun yuxarısına doğru getməlidir. Ona görə də bir sözlə təpədə rəqəmlər aşağıdan yazılır, dərədə isə yuxarıdan yazılır. Burada belə bir məsələ var. Kəsmə hündürlüyü 10 metrdir. Bir sözlə nisbi hündürlüyü tapın. Əgər qayda belədir, bu 213 metrdirsə və ən hündür zirvəsidirsə, biz bunu əvvəlcə kəsmə hündürlükdən daxili horizontalı tapmalıyıq. Daxili horizontalı da tapmaq üçün çox sadə bir üsul deyəcəm sizə. Deməli, bu üsul ondan ibarətdir ki, tutaq ki, bir adam 213 olmasın, elə bir ədəd ola bilər ki, siz onu tapanmarsınız.
İndi bu sualda asandır. Məsələn biz bilirik ki 213-dən kiçik 10-a bölünən ədəd neçədir? Bu bilə bilərik. Amma bütün misallar belə olmur axı. Deməli biz daxili horizontal yəni bu nisbi hündürlüyü tapmaq üçün mütləq bura tapılmalıdır. 213-dən də bunu çıxmalıyıq. İndi bunu necə tapaq? Əvvəlcə bura tapılmalıdır. 213-dən kiçik 10-a bölünən ədəd tapmaq üçün. O da necə olur? 213-ü bölürəm 10-a. O da bərabər olur 21/3 əlbəttə ki. Burada tamı 21-i vururam 10-a. Yəni bu 3-ü nəzərə almır. O da bərabər 210. Bu qədər sadə. Asanlıqla bunun 210 olduğunu tapa bilərsiniz. Bütün məsələlərdə bu cür. Bu işə yarır. 210, ondan sonra 200, ondan sonra 190, ondan sonra 180. Horizontalı tapırıqsa 180. Artıq nisbi hündürlüyü tapmaq asandır. 213 çıx 180, o da bərabərdir 33 metrə. Yəni bir sözlə daxili horizontalın tapılma qaydası belədir. 213-dən kiçik 10-a bölünən ədəd. 213-ü də bölürük 10-a, o da bərabər 21/3 oldu. Burada 0/3-ü nəzərə almıram. 21-i vururam 10-a, o da bərabərdir 210. Bura oldu 210. Sonra 200, 190, 180. Bura 180. Nisbi hündürlüyü də tapmaq üçün, yəni zirvə ilə ətək arasındakı fərq 213-dən 180 çıxıram. O da qalır 33 metr. Cavab Y olur. Kəsmə hündürlüyü 5 metr olarsa kənar horizontalı mütləq hündürlüyünü tapın. Deməli ki, kəsmə hündürlüyü 5 metrdir. Kənar horizontal hündürlüyü tapmaq üçün, yəni bunu tapmaq üçün bu x qoyaq buna. -29-dan böyük, artıq bu təpə yox, dəri olduğuna görə -29-dan yuxarıda olan ədədləri tapmalıyıq. -29-dan böyük 5-ə bölünən ədəd o hansıdır? Bu sadə bilinir ki, -25-dir. Bu -25, -20, -15, -10. Deməli, bu x oldu nə? -10. Çünki dərədə artıq yuxarını hesablamalıyıq. Sonra kəsmə hündürlüyü 10 metr olası çökəkliyin dərinliyini hesablayın. Deməli, -7-dən böyük 10-a bölünən ədəd olmalıdır. Çünki dərədir. -7 ilə 0 arasında elə bir ədəd yoxdur ki, bölünsün. Ona görə də birinci horizontal bu halda 0 götürülür. Sonra olur 10, 20, 30. Çökəkliyin dərinliyini tapmaq üçün nə etmək lazımdır? 30 çıxılsın, -7. O da bərabərdir 37 metr olur. Yəni ki, bu elə bir çökəklidir ki, 7 metri okean səviyyəsindən aşağıdadır, 30 metr yuxarıdadır. Və bunun da ümumi dərinliyi 37 metr olur. Deməli, bayaqki sualla bunu müqayisə eləsək, bayaqki sualda -29-dan böyük 5-ə bölünən ədəd var idi. Yəni 0 ilə 29 arasında, -29 arasında o ədəd var, -25. Onu yola götürdük. Amma burada isə -7 ilə 0 arasında ona qalıqsız bölünən ədəd yoxdur axı. Bu halda nə edirik? 0 götürürük birinci horizontalı. Yəni bu horizontalı oldu 0, bu da oldu 10, 20, 30. Və çökənin dərinliyini tapmaq üçün 30 çıxılsın -7, 37 metr olur. Burada da belədir. Kəsmə hündürlüyü 50 metr olarsa kənar horizontal hündürlüyünü tapın. -47-dən böyük 50-yə bölünən ədəd yoxdur. Ona görə bu 0 götürülür. 0, 50, 100, 150 metr. Deməli cavab B bəndə oldu, 150 metr. İndi burada kəsmə hündürlüyünü necə tapmaq olar? Kəsmə hündürlüyü tapılma qaydası belədir. İndi siz deyə bilərsiniz ki, burada kəsmə hündürlüyü tapmaq çətindir və yaxud da mümkün deyil. Çünki bu hər hansı bir horizontaldır, bu da zirvədir. Buna əsasən biz necə tapa bilərik? Qaydası var, qanunu var. Necə edirik? Deməli, əvvəlcə bunların arasında fərqi tapıram. 876 çıxılsın 450. O da bərabərdir 426. Yəni bunların arasında, bax bunların arasında 426 metr məsafə var. Baxıram ki, baxın 1 buradan, 2 buradan. 2 dənə boşluq, tam boşluq var. 426-nı böləcəm 2-yə. Bir dənə də bura qədər olan hissə var. Bir də 426-nı böləcəm 3-ə. 2-yə böləndə deməli 213 olur. 3-ə böləndə 142 olur. Niyə böldüm? Yenə də deyirəm. 450 ilə 876 arasında tam 2 dənə horizontal boşluğu var. Bir dənə də burada bura qədər yarımçıq hissə var. Ona görə bir dəfə 2-yə, bir dəfə 3-ə böldük. İndi kəsmə hündürlük 142 ilə 213-ün arasında bir ədəddir. Kəsmə hündürlüyü 213 ilə 142-nin mütləq arasındadır. Hansı ədəddir? İndi 450-yə bölünən olsun. 213 ilə 142-nin arasında olsun. Bu da 150 metr olacaq. Yəni
450-yə bölünən 142 ilə 313-ün arasında olan ədəd asanlıqla 150 metrdir. 150 142-dən böyükdür, 213-dən kiçikdir. Biz də bilirik ki, 450-nin, yəni tapanmırsınızsa 450-ni vuruqlara ayırın. 450-ni 2-yə bölün, 2-yə bölün, 2-yə bölün. Görün hansı ədəd olur ki, 213 ilə 142-nin arasına düşür. O da 150 metr olur. Deməli, sət axınlarının istiqamətini müəyyən edin. Bu sual olimpiada sualıdır. Burada sət axınlarının istiqamətini necə tapacağıq? Çox sadə. Baxın, buradan əgər berkişdirik bu formadadırsa, fikir verirsinizsə berkişdirixə, berkişdirik şimal qərbdən cənub-şərqə doğru çəkilib. Baxın, bu formada. Bu o deməkdir ki, sət, bax, həm də burada çayda var axı, çay söhbəti də var. Onu da bilmək lazımdır. Yəni, bu tərəfdən axı çay axımı, çayın axım istiqaməti var da, burada çay göstərilib. Çay hardan hara axır? Şimal-şərqdən cənub-qərbə. Daha doğrusu, şimal-qərbdən cənub-şərqə, yəni D-bəndi. Yəni, berkişdirixin axıma istiqaməti boyu axır çay. Bunu yadda saxlayın. Çay, berkişdirixin axıma istiqaməti boyu axır. Cavab D-bəndi olur. İzohips xəritələrində meyillik hesablama. Meyillik hesablama çox asan bir məsələ tipidir. Bəzilərə çətin gəlsə də, bunun mənası ondan ibarətdir ki, baxın, İki dənə məsafə, bax, bu zirvədir, bu zirvə. Bura iki dənə məsafə var. Biri düz məsafə, bir də var ki, buradan, biri var buradan gedəsiz, dağın başına çıxasınız, bir də var buradan gələsiz. Bu normaldır, bu asandır. Deməli, biri var ki, zirvəyə buradan yavaş-yavaş başlayasınız getməyə, bir də var buradan başlayasınız yavaş-yavaş getməyə. İndi bunun meyli ilə nə əlaqəsi var? Əlaqəsi var. Həmin bu düz məsafə, yəni qısa məsafə uzunu neçə faizidir? Yəni, bu bölünsün, bu vur 100 və yaxud da bu 100%, bu x%. İndi məsələlərə baxaq. Deməli, miqyası 500.000 miqyaslı xəritədə 2 məntəqə arasında 30 cm məsafə var. Bu yüksəklik fərqi 900 metrdir, meyilliyi tapın. İndi biz görək həqiqi məsafə, yəni uzun məsafə nə qədərdir burada? 5-dən 0 silib 30-a vuranda 150 kilometr olur. 150 kilometr biridir, 900 metrdə biridir. İndi biz bunu neyək? Uzuna 100% deyərlər də məntiqlə. Yəni 150-yə 100%, 0,9-a x%. X də bərabərdir 0,6% eləyir. 0,9 nə oldu? 0,9 900 metr. Deməli, iki dənə məsafə var. Biri 150 kilometrlik, biri 900 metrlik. Heç sizə lazım deyil bunu hansı kısadır, hansı uzundur. Zaten bilinir də bu kısa məsafə 900'dür, uzun 150'dir. Siz də uzuna 150'yə, yəni 100% deməlisiniz. Yəni ki, buna 100% deməlisiniz. Çünki bu 100% uzun məsafə olur. Buna x-la. Burada da əgər 150 kilometr tapmışsınızsa, bu da 0,9 kilometrdir. 150'ye 100% deyəcəksiniz. Başqa nəyə 100% deməlisiniz? 0,9 kilometrə x, bu da 0,6% oldu. Cavab 0,6%. İndi burada da hündürlüyü 400 metr, o biri 1200 metrdir. Niyə? Arada fərqi tapaq. 1200'dən 400'ü çıxdım. Qaldı neçə? 800 metr. O biri isə 4 kilometrdir. İndi nəyə 100% deyək? 4 kilometrə 100%, 0,8'ə x. Bu da olur 20%. Yəni bu belə. 1200 buradan, 400 buradan, arada fərqi tapdım. Buradan bura qədər 800 metr, buradan bura qədər 4 kilometr. Yəni 4000 metrdə bir sözlə. 4 kilometr, yəni uzun məsafə 100%. 4'ə 100%, 0,8'ə x 20% elədi. İndi gəldik buna. A və B məntəqə arasında 6 kilometr məsafə, yamacın meyilliyini tapın. 6 kilometr məsafə var, yamacı. Deməli, əvvəlcə görək bu 6 kilometr hələ görə kiçik məsafədir, uzun məsafədir, bilmir yaxı bunu. Onun üçün bura baxacağıq. Gördüyünüz kimi bura dəniz səviyyəsi 0'dır, bura 0'dır. Buradan sonra bilmirik nədir, sonra 400'dür. Deməli, kəsmə hündürlüyü tapmaq üçün görək bu ara neçə bərabər hissəyə bölünüb ki, bu 0'dır, bu nədir, bu 400 olub. Əlbəttə ki, bu 0'dırsa, bu 200'dür, bu da, yəni kəsmə hündürlüyü 200 metr olub. Kəsmə hündürlüyü 200 metrdirsə, deməli A ilə B arasında görək məsafə nə qədər? 1, 2, 3, 4, 5, 6 dənə məsafə var. 200'ü də vururam 6'ya, o da bərabərdir 1200 metr. Deməli, bu uzun məsafəymiş. Yəni 6 kilometrə 100%, 1200 də bilirsiniz ki 1,2 kilometrdə x də bərabərdir 20% oldu. Bu da meyilli məsələlərinin sonu.
İndi gəldik sonuncu paletika məsələlərinə. Paletika məsələləri də ən bəsit məsələ forması 8-ci dərsliyində bircə dənə qaydası var. 4 dama 1 sm bildirir. 4 dama 1 sm. İndi məsələn belə bir sual var. Bax, bu ərazinin həqiqi sahəsi 112-dir. Paletkanın hər damasının 0,25 sm olduğunu nəzərə alaraq xəritənin miqyasını hesablayın. Yəni bunu bilməsəydi olar ki, 4 dama 1 sm kvadratdır. İndi görək burada neçə dənə dama var. Hesablayaq. 1. Deməli bunu elə yazaq ki, biz yaddan çıxmasın. Deməli 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24. 24 dənə tam dama var. Deməli 24 dənə tam dama var. 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə də yarımçıq var. Yəni bunların ikisini birləşdirəndə bir dama alınır. İndi 8 dənəni birləşdirsə nə qədər alınır? 4 dənə. Deməli ümumilikdə 28 dənə dama var. 28 damanın 4 daması 1 sm kvadratdır. İndi bura neçə santimetr kvadrat olacaq? 28 böl 4, yəni 7 sm kvadrat. Yəni bir sözlə, indi bunu tapdıq. Bir sözlə bu, baxın bu 7 sm kvadratdır. Və həqiqisinə qədər 112. Deməli miqyası tapmaq üçün 112 bölünsün 7. O da bərabərdir. Buradan da kök çıxacaq. Deməli 112-ni 4-ə böləndə 16. 16-dan da kök çıxır 4. 1 bölünsün 4. Arxasında 5 dənə 0. 1, 2, 3, 4, 5. Bu da bizim məsələlərin məsələ. Deməli paletkalarda, paletka məsələlərində tam dama var, yarımçıq damaları tam damaya çevirmək üçün 2-yə bölmək lazımdır. 8 yarımçıq damadan 4 tam dama alınır. Deməli indi bura baxaq. 300 min olan, deməli miqyası 300 min olan paletka miqyası 300 min olan xəritə üzərinə paletka qoyuldu. Damalarının sayı 32 olarsa həqiqi sahəsini tapın. Deməli 4 dama 1 sm-dirsə 32 dama nə qədər olur? 32 böl 4, o da bərabərdir 8 sm kvadrat. Yəni damanı biz 4-ə bölürüksə avtomatik santimetr kvadrata çevrilir. İndi də nə etmək lazımdır? Bunun 5 dənə 0 silib kvadrata yüksəlin. Çünki miqyas sahədə axı 3-ün kvadratı deməli vurulsun 8. O da bərabərdir 72. Cavab Y bəndə olur. Bu da plan bölməsinin sonu.